Bismillah. Bir məsələni açıq və net deyəcəyəm. Bu insanlar deyir, Allah bizi tohidlə şərəfləndirib. Amma eyni bu insanlar Allahın dinini parçalayır, özlərinə uyğun olanı götürür, uyğun olmayanı isə tərk edirlər. Dostlarım, səni tohid əhlindən necə elədi? İslam nemətindən sonra səni tohid əhlindən eləyib, şirk qoşmursan. Məxluqu, aləmlərin Rəbbinə bərabər tutmursan, oxşatmırsan, bənzətmirsən, ona bir tay bilmirsən, başqasından yardım diləmirsən, başqasından qorxmursan, qulluğun da, köləliyin də, diz çöküb baş qoymağın da, bel büküb alçalmağın. Siz deyirsiniz ki, Allah bizi tohidlə şərəfləndirib. Əgər doğrudan da tohidlə şərəflənmişsinizsə, onda özünüzə bir sual verin. Tohid sadəcə bir şirk qoşmuruq deməklə olur, yoxsa Allahın hökmünü hər şeydən üstün tutmaqla? Siz deyirsiniz ki, məxluqu Allaha şərik qoşmuruq. Amma bir baxaq görək, sizin yaşadığınız həyatda hökm kimindir? Allahın hökmü kənarda qalıb, bəşəri qanunlar həyatınıza hakimdirsə, bu necə tohiddir? Bu necə tohiddir? Axı özünüzə bir sual vermişsiniz. Siz deyirsiniz, başqasından biz qorxmuruq. Bəs niyə haqqı açıq deməkdən çəkinirsiniz? Niyə tağutun qarşısında susursunuz? Qorxmursunuzsa, susmağınız bəs onda nədir? Siz şirk əhlini müsəlman adlandırırsınız. Amma haqqı deyənə xavariz damğası ilə susturmaq istəyirsiniz. Bu hansı ədalətdir? Haqqı deyən hər kəsə xavariz, təkvirsi deməklə məgər həqiqət dəyişir? Adlar dəyişə bilər, amma həqiqət dəyişməz. Və bilin ki, tohid yalnız sözlə deyil, tohid itayətdir, tohid təslimiyyatdır, tohid qorxudur, tağutdan yox, Allahdan qorxudur. Tohid Allahın hökmünü qanun olaraq yaşamaqdır. Tohid İbrahim əleyhissalam kimi həyatını Allaha qurban verməkdir. Övladını Allaha qurban verməkdir, tağuta yox. Və bilin ki, sizlər nəsə İslamın hansısa əhkamından danışa bilərsiniz. Lakin tohid barəsində danışmağı sizlər haqq etmirsiniz.